Salam əziz, dəyərli izləyicilər. Bugün sizə qız bürcünü təqdim edirəm əzizlərim. Bax əzizlərim, qız bürcündə olanlar. Bax, böyük gözəl qapılar açılır üzünüzə. Duyğularınızı kontrollü saxlayırsınız. Bəzilərinizin ruhu çox yorulmuş, nəfəs darlığı da var içində. Hərdən fikirləşirsiniz ki, heç kəs məni anlamır. Susduqca da yorulursunuz. Amma duyğularınızı paylaşdıqca yavaş-yavaş yaxşı ola bilərsiniz. Lakin bəzən duyğularınızı da qapıyıb saxlayırsınız içinizdə. Hər şey öz yerində olanda özünü daha da təhlükəsiz hiss edirsiniz. Amma bəzən həyat qarmaqarışıq olur. Bir də görürsünüz, səhər durursunuz, heç nə yerində olmur. Gündəliyindəki planlar belə suya düşə bilər. Çoxunun yükünü daşıdıqca, yəni hər kəsi öz boynunuza aldıqca, hər kəsin yükü çiyninizə düşər. Ruhun bir yüklə yıxılar əzizim. Hər şeyi görmək, düşünmək, həll etmək məcburiyyətində deyilsiniz. Çox vaxt insanları bağışlamağı bacarırsınız. Özünüzə heç baxmırsınız, özünüzə zaman ayırmırsınız bəziləriniz. Haqsızlıq edirsiniz öz vücudunuza. Birini istəmədən qıranda niyə belə etdim? Yəni iç səsinizlə danışaraq, yəni peşmançılıq keçirsiniz. Heç kimi qırmaq istəmirsiniz. Öz ürəyinizi çox zaman yaralayırsınız. Sanki içindəki səs həmişə deyir ki, mükəmməl deyil. Nə edirsənsə, elə bir öz içində danışaraq yaxşı olduğunu hissləyə bilmirsiniz. Biraz da daha yaxşı olmalıdır. Sonra da gözəl söz deyəndə, eşidəndə də qarşı tərəfi fikirləşirsiniz ki, bəlkə də şişirdir deyir. Biri təbrik eləyəndə gülümsəyib keçirsiniz. Bəzən içinizdə şübhələr olur. İnanın ki, sizin ruhunuz tərəzidir. Lakin tərəzinin çəkisi eyni deyil. Göründüyü bütün yaxşılıqlar bir tərəfdə kiçik bir səhvdir. Amma həmişə səhvlərə daha da çox önəm verirsiniz. Səhv bir şey deyəndə günlərlə fikirləşirsiniz. Ya kiçik bir çatışmamazlıq varsa da, inanın ki, gecələr yata bilmirsiniz. Yəni, özünüzə haqq vermirsiniz. Hərdən alqışlanmağa, yəni sizi alqışlamağa haqqınız var bunu. Böyük başarılarınızı bəzən görməzdən gəlirsiniz. Birinin üzülməsinə, yəni öz konforunuzdan keçərsiniz, amma birinin üzülməsini qətiyyən istəmirsiniz. Hər kəsin yükünü daşıyırsınız. Özünüzü elə bir dağıdırsınız, məhv edirsiniz. Hər kəsə yetişməyə qaçırsınız. Amma özünüzə gecikirsiniz hər bir işdə. Yəni insan doğrudan da bilmədən, görmədən bir səhv edə bilər. Yəni burada bax, valideynlərin çəkdiyi və ya etdiyi bəzi günah deməzdim, etdiyi bəzi səhvlər bəzi övladlar çəkir. Çox yüklənmişsiniz bu aralar. Rüzgar kimi əsirsiniz, yəni rüzgar kimi əsdiniz bəziləriniz. Ailə, dost, hətta dost mühitindən, ailə şəraitindən, sevgi həyatınızdan elə bir imtahan içində oldunuz. Yəni imtahanınız hələ də davam edir bəzilərinizin. Biraz sözlərinizə diqqət edin. Kimin həyatını araşdırırsınızsa da biraz diqqət edin. İçinə qapanmışsınız. Çox şeyləri gizlədirsiniz. İçinizdə ölçüb biçirsiniz. Həyat yoldaşının sizdən nəyisə saxladığına biraz içinizdə şübhələr var. Fikirləşirsiniz, bəlkə maddiyyat saxlayır. Sağlam addım atmağı sevirsiniz. Zamanında haqqınızı yedilər. Sevdiklərinizdən zərbə aldınız. Hiləgərliklər oldu həyatınızda. Haqq ədaləti istərsiniz. Çox verimlisiniz, dostcanlısınız, hərdən duyğusal olursunuz. Əkdiyinizi zamanla biçəcəksiniz. Sınaqlardan deyərdim ki, çox çıxdınız. Hələ də davam edir sınaqlarınız. Dalğa-dalğa alışqanlıqdan vaz keçə bilmirsiniz. Bəziləriniz, əzizim, 3 ayın içində bir maşın dəyişmək istəyəcəksiniz. Ya borc alma, borc vermə, ev dəyişmə. Bu çətinliklərdən də çıxacaqsınız Allahın köməkliyi ilə. 3 ayın içində bir qapı, gözəl bir qapı açılır sizə.
Lakin zamana buraxmalısınız bəzi şeyləri. Gözlə əlaqəli həkimə müraciətiniz ola biləcək. Sizə bax, nəzər, göz, qısqanclıq sizə qarşı çoxdur. Səbirlə gözlədikləriniz var. Və yavaş-yavaş güclənirsiniz. Kimləriniz ipləri qoparacaqsınız, kimləriniz savaş halındasınız. Biraz sağlığınızda ürək, diş, sümük ağrı və bunlara biraz fikir verin. Həkimə müraciət edin əzizlərim. Gözəl qapılar açılır, yüksəlməniz var. İşlə əlaqəli yenilikləriniz ola biləcək. Çalışın, dualar oxuyun. Araf surəsini, Nuh surəsini oxuyun və ya oxutdurun. Evinizdə oxutdurun. Bax, duaların səsi gəlsin. Dualara bağlanın. Gözəl xəbərlər gələ biləcək. Əksik tərəfi hiss edəcəksiniz. Sanki sizə sahib olan sevdiyiniz, yəni sizə sahib olan sevgilinin əksik tərəfini görəcəksiniz. Görmədiyinizi hiss edəcəksiniz. Bir ümidsizlik var içinizdə. Qəlbinin dərinliyinə çökmüş elə bir ümidsizlik. Bir təklik hiss edirsiniz özünüzdə. Elə bir hərdən bir inancınız itir. Bəzən canınız sıxılır. Sevgi həyatında enişli çıxışlı yol yaşayacaqsınız. Bir qopuqluq sizi üzə bilər. Arada bir ayrılıq da varsa da birləşə bilərsiniz. Bax, kimi bağışlayırsınızsa, kiminsə günahından keçirsiniz, baxırsınız bir qat da zalimlaşır. Həddini bilməyən insanlarla üz-üzə qalırsınız hərdən. Nankor olan insanlarla canınız sıxılır. Birinin əlindən bərk sıxılırsınız. Bax, biriləri bir şirin bir şey, yiyəcək bir şey negativlə edərək sizə verə bilər. Biraz diqqətli olun. Maddi, mənəvi sıxıntılar yaşaya bilərsiniz. Güclənsəniz də biraz fırtınalı yollarınız var. Hamıya, çox insana qaçacaqsınız, qaçaqovda ola biləcəksiniz. Bax, sizlər üçün sentyabr ayı çıxdığına görə dedim, sentyabr ayı çox düşərli olacaq çoxunuza. Gedişat həyatın dəyişə bilər. Hərdən özünə qapanırsınız. Elə bir bataqlığa girirsiniz, çıxa bilmirsiniz. Sizə bəzən çox ilişirlər. Ailən içində biriləri çox darıxır. Yəni, niyə bu qədər mən çəkirəm, səbr edirəm? Əlbəttə, səbr etdi ki, səbrin axırı salamatdır, əzizim. Qiymətini, dəyərini biləcəklər çox insan. Bax, çox yoruldunuz doğrudan da. Sonu xeyirli ola biləcək. Uzun yolunuz var. İçindəkilərinizi dərd etməyin. Yavaş-yavaş düzəmə düşəcək. E hərfi, T hərfi hərdən özünüzü tək hiss edirsiniz. Və ya ola bilər o hərfdən birinin dəstəyi ola bilər sizə. O hərfdə olan ad. Yəni, o adamın sizə dəstəyi ola bilər. Sevinclə etdiyin işləriniz var. Hamiləlik xəbəri ola bilər. Qaçaqov, xeyirli işlər görəcəksiniz. Nişan, toya dəvət olunarsınız. 4 həftə içində gözəl işləriniz gedə biləcək. Dəyər verdiyiniz insanlar var. 3 nəfərlikdə bir hərəkət edəcəksiniz. Birlikdə qərar verəcəksiniz. Çox güclənirsiniz. Sıxılıb sıxışırsınız hərdən. Həyata güvənin. Yəni, bəzilərinizin güvəni itmiş. Özünüzə inanaraq heç kim sizi aşağı çəkməyə izin verməyəcəksiniz. Çox yaxşı niyyətiniz ola biləcək. Ürək təzyiqin, aşağı-yuxarı təzyiqin ola bilər. Diqqət et, özünüzü yormayın. Bel ağrıları anidən ola bilər. Keçmişi düşünmə, özünüzü düşün. İçinizdən gələn səsi dinləyin. 30-unda bir dəstək ola bilər sizə. Mayın 10-una qədər biraz sağlığınıza fikir verin. Bir də arxadan gedən bəzi işlərə, oyunlara diqqət edin. Ortaya çox şeylər çıxacaq. Buğa, qız, oğlaq, iş birliyiniz ola bilər. Hər şeyi kontrol altında siz tuta biləcəksiniz. Bəlkə də evinizdə, ailədə qız, oğlaq bürcündə olanlar var, buğa bürcündə olanlar var. Kontrol ellərində ola biləcək. Güvənli hala gətirmək istəyəcəksiniz hər bir işlərinizi. Çalışın, özünüzü yormayın. Övladınız ya siz özünüz sınaq verərək sevinəcəksiniz. Hüquqi məsələləri sevinəcəksiniz. Tələsi işlərin arxasınca qaçmayın. Sizi yoldan çıxaran biriləri ola bilər. Yanlış yola döndərə bilərlər. Üzgünsünüz. Ailənizdən, həyat yoldaşından sizə dəstək ola biləcək. Ya da gözləmədiyiniz bir qohumdan sizə dəstək ola bilər. Artıq o qohumlardan gözləmirsiniz. Çünki hamıya aid deyil. Düzdür, həyatınızda elə qohumlar var ki, doğrudan da sizi çox istəyirlər, dəstək ola bilirlər. Amma bəziləri var ki, ayırmaq şərtindən bilirsiniz kim nədir, nəçidir.
Qaranlıqdan elə bir ki, bax, həyatınıza qaranlıqdan çıxırsınız, həyatınıza günəş doğur. Dərin düşüncələr içindəsiniz. Önünüzdəki həftələrdə elə bir bax, burada xoşbəxtlik, sevinclər, yəni gözəl günlər sizi gözləyir. Özünüzə çox güvən artacaq bu həftə. Özünüzlə qürur duya bilərsiniz. Qırğınlıqlar, darğınlıqlarınız gedə biləcək. Sıxıntılardan bax uzaqlaşırsınız. Ürəklə əlaqəli sıxıntınız varsa da bəzi məsələlər keyfinizi poza bilər. Bəzi şeylərdən uzaq olacaqsınız. Gözəl bax qapılar açılır sizə. İş birliği edəcəksiniz bəzilərlə. Bax, 4 nəfər ya evdə toplanmışsınız, ya da iş yerində bir toplantı kimi toplanmışsınız. Bir şeylər gözləyirsiniz, canınız sıxılmış, şübhələr var içinizdə. İçinizə atdığınız bir şeylər var, qurd yiyər, içməyi dağıdır. Belə bir sancılı bir dönəm var sizdə. O sancılı dönəm bitəcək. Oturduğunuz evdə biraz rahatlaşacaqsınız. Səbirlə qazandığınız hər şeyi sevinəcəksiniz. İndiyə qədər çalışıb qazandınız. Yəni gəlib bu yerlərə çıxdınız. Açıq danışılan, açıq diyaloqlu söhbətləriniz ola biləcək. Gizli qalan şeylər nə varsa hamısı ortalığa tökülüb danışılacaq. Çoxluq içində olacaqsınız. Biriləri yalan danışacaq. Belə qazanıram, belə qoyuram, belədir, imkanım var. Yəni ona inanmayın, bir aldadılma var qarşınızda. 4-5 yerə harasa tez-tez gedib dəyəcəksiniz. Öz kəndinizdən, rayonunuzdan, öz yerinizdən, elə bir obanızdan bir ev almaq niyyətindəsiniz. Amma gecə tezi o evi alacaqsınız, əzizlərim. Çalışın, tələsməyin. Bir şeyi söylədiyinə görə peşman olmuşsunuz elə bir. Bir yerə gedəcəksiniz. Gözəl bir, özəl bir yerə gedəcəksiniz. İçinizdə bir vəsvəsələr, bir qorxular var içinizdə. İş yerinizdə bax, yəni qazanclarınız olur, gah azalır, gah çoxalır. Yəni narahatsınız. İş yerinizi gah dəyişmək istəyirsiniz, gah dəyişməmək. İki, yəni yoldasınız, seçim yolundasınız. Neyinim, işdən çıxın, başqa yerə hara gedim. Amma tələsməyin əzizim. Yəni hara getsəniz də yenə sizin özünüzlə gedir bu. Çünki sizin üzərinizdə biraz negativ var. O negativi özünüzlə aparırsınız. Yenə də başqa işə girsəniz, həmin negativ sizinlə hərəkət edəcək. Ona görə çalışın, bax, dualara bağlanın, dualar oxuyun. Dualara bağlanaraq yəni yolunuzda nə qədər açıqlıqlar edə bilərsiniz. Ailə canlısınız, ailənizə çox bağlısınız. Qardaşınla ya bacınla aranızda olan bəzi problemlər var, onu həll edib qutara bilmirsiniz. Çünki qohumlardan ikinizin arasında səndən ona yalan, ondan sənə yalan, bəzi yalanlarla bir-birinizə aranızda kini, küdrət, yəni əsəb, acıq var bir-birinizə qarşı. Çalışın, heç kimə inanmayın. Gələn söhbətlərə, gələn yalanlara inanmayın əzizim. Diqqətinizə görə var olun, sağ olun əzizim.